Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bugün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar qeyd edirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir. Sosial şəbəkələrdə bu mövzu davamlı şəkildə şikayət və çağırış formasında gündəmə gətirilir. İnsanlar bu məsələnin Milli Məclisdə yenidən müzakirə edilməsini və Sovet dövrü kapitalının indeksasiyasına baxılmasını tələb edirlər. Sfera.az məlumat verir ki, mövzu ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi sədrinin muavini Elşad Musayev Yeni Sabah.az-a açıqlama verib. O, qeyd edib ki, bu istiqamətdə artıq qanunvericilikdə dəyişiklik edilib, artıq qanunvericilikdə dəyişiklik edilmiş vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunu var. Bu məsələ bir müddət öncə müzakirə olunub, artıq hesablama forması müəyyən olunub. Nə bu məsələnin indi Milli Məclisə çıxarılması, müzakirə edilməsi, nə də qanunda dəyişiklik edilməsi gözlənilir. Bu məsələ niyə yenidən gündəmə gəlib, bilmirəm. Mən də çox istərdim ki, Sovet dövründə çalışan minlərlə vətəndaşın pensiya kapitalı daha yüksək məbləğlərlə hesablansın. Komitə rəsmisi qeyd edib ki, vətəndaşların pensiya kapitalının artırılması üçün müzakirələr aparılsa da, hökumət nümayəndələri mövqeylərini belə əsaslandırıblar. Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, hökumət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar məsələni belə əsaslandırıblar ki, nə qədər vəsait yığılıbsa, həmin məbləğ əsasında hesablamalar aparılıb. Xülasə, hökumət nümayəndələri məsələni bu şəkildə əsaslandırırlar. Artıq bununla bağlı qanun da qəbul edilib və normativ sənədlər təsdiqlənib. Vətəndaşlar bilmək istəyirlər ki, bu məsələ yenidən Milli Məclisdə müzakirə oluna bilərmi? Bu isə gözlənilmir. Belə bir məsələ nəzərdə tutulmayıb. O, qeyd edib ki, dövlət büdcəsi haqqında qanun layihəsi artıq qəbul edildiyi üçün yaxın vaxtlarda bu məsələyə yenidən qayıdılması gözlənilmir. Bilirsiniz ki, 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi. Ona görə də Sovet dövründə çalışan vətəndaşların pensiya kapitalının artırılması və müzakirəsi gözlənilmir.